Azərişıq ASCİ-nin sədrinin birinci müavini Ramil Yusifovun meyxanaçı Namiq Mənaya bənzərliyi diqqət çəkib. Pravda az xəbər verir ki, Yusifovun Mənanın əmisi oğlu olduğunu deyənlər də var. Pravda az Namiq Məna ilə əlaqə saxlayıb. Meyxanaçı deyib ki, bu yanlış məlumatdır. Mənim belə bir qohumum yoxdur. Yalan söhbətdir. Bənzərliyimiz ola bilər, amma qohumluq əlaqəmiz yoxdur. Qeyd edək ki, ASCİ-də əsas məsələlər, xüsusilə də satın almalar Ramil Yusifovun nəzarəti altında olduğu bildirilir. Qeyd olunur ki, onun razılığı olmadan hansısa şirkət ASCİ-dən tender əldə edə bilməz.